Salam, belə bir suala baxaq. 34,4 qram aldehidin oksidləşməsindən 40,8 qram donmuş bir əsaslı karbon turşusu alınmışdır. Turşu molekulunda bir asimetrik karbon atomu olarsa onun beynəlxalq adını müəyyən edin. Aldehidlərin ümumi formulu CnH2nO'dur. Oksidləşməsindən alınıb karbon turşusu, yəni CnH2nO2. Bu tip məsələlərdə kütlə fərqinə əsasən gedirik. Aldehidi verib 34,4 qram. Turşumuz isə 40,8 qramdır. Bunlar neçə qram bir-birindən fərqlənir? Yəni çıxırıq. 40,8-dən 34,4-ü çıxsaq. Edəcək 6,4 qram. 6,4 qram bunların fərqi. İndi biz formula baxırıq. Aldehidimizin kütləsi 14n-16-dır. Turşumuz isə 14n-32-dir. Bunlar bir-birindən neçə qram fərqlənir? 1 oksigen qədər, yəni 16 qram fərqlənir. İndi tənasübümüzü bu formada qururuq. Əgər 6,4 qram fərq olarsa, bu zaman şərtdə bizə deyir nə qədər turşu alınıbdır? 40,8 qram. Bəs biz tənliyimizə əsasən baxırıq neçə qram fərq oldu? 16 qram. 16 qram fərq olduqda isə nə qədər turşumuz alınır? 14n-32. Buradan da hesablayıb tapırıq ki, n bərabərdir 5-ə. N'in qiymətini tapdıq. İndi turşu molekulunda bir asimetrik karbon atomu olarsa beynəlxalq adını müəyyən edin. 5 karbonludur. Karbonumuzun biri karboksil qrupu olacaq. Sonra digər karbonumuzu da yazaq. Qaldı 3 karbon. Və diqqət eləməliyik, bizə deyir ki, bir asimetrik karbon atomu olsun. Yəni bu karbonu 4 tərəfdən fərqli radikal birləşsin. Karbonlarımızın birini metil kimi yazaq, digərini isə etil radikalı şəklində yazaq. Burada hidrogen birləşdirdik. Demək, bu karbonumuzun asimetrik olduğunu hardan bilirik? Bu karbona bir tərəfdən hidrogen radikalı, buradan metil radikalı, buradan etil radikalı, buradan da karboksil qrupu birləşib. Yəni 4 tərəfdən fərqli radikal birləşib. Demək ki, asimetrik karbon atomuna malikdir. İndi biz bunu adlandırmalıyıq. Adlandırmaq üçün karboksil qrupundan başlayırıq. Beynəlxalq adı dediyi üçün nömrələyirik. 1, 2, 3, 4. 2 metil butan turşusu. D variantı.